Hoş gördük əziz dinləyicilər. Deməli, Amerikada 2 gün bundan əvvəl 500+1 formatında görüş keçirildi. Orta Asiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızstan və Tacikistanın başçılığı ilə, daha doğrusu dövlətlərdən ibarət olan Amerikada bir görüş keçirdi Donald Trump'la. Bu görüşdə regionumuz üçün də, bizim üçün də çox xeyirli hadisələr baş verdi. Əvvəla xeyirli hadisələr ondan ibarətdir ki, Orta Asiyaya Amerika tam sürətdə belə deyə nüfuz etdi. Niyə görə? Çünki burada artıq yüksək səviyyəli pullardan, texnikalardan söhbət gedir ki, 37 Boeing'in alınması, Orta Asiyanın sərvətlərindən Amerika sərmayəsinin qoyulması, milyardlarla dollarlıq elmi, texniki, hərbi, hər cür formada deməli razılaşmalar baş verir ki, bu da bizim regionumuz üçün çox əhəmiyyətlidir. Bu görüş çox gözəl alındı, onu deyək. Yenə deyirəm, milyardlarla dollarlıq bir sərmayə qoyuluşundan və orada olan sərvətlərin istifadə edilməsindən söhbət gedir ki, bizim üçün nəyə görə region üçün vacibdir? Ona görə ki, əvvəla bilirsiniz, mən həmişə deyirəm, Turan düşüncəsində olan insanlar da, mən həmişə demişəm, Turanın iki böyük düşməni olub. Rusiya olub, bir də Çin olub. Və bu Türkistanla, Çinlə, Rusiya ilə müttəfiq olan Türkistan heç vaxtı bir yerə gedib çıxa bilməz. Ona görə mən deyirəm ki, həmişə bizim təbii müttəfiqimiz Amerika və Qərb olub. Bu günləri də Qərbin də, Amerikanın da istəkləri, arzuları məhz Turanın arzularına üst-üstə düşür. Məhz bu da bizə bunu deməyə əsas verir ki, artıq Qərb sərmayəsi Orta Asiyaya daxil olur. Azərbaycan da burada tranzit bir rol kimi öz rolunu oynayacaq. Artıq Orta Asiyanın Çinin və Rusiyanın ekspansiyası altına düşmək ehtimalı da azaldı və bu barədə deməli Amerikada bir yaxşı siyasətçinin bir sözü vardı, dedi ki, Rusiya bugün elə gündədir ki, bu günləri elə Orta Asiyada biz iş görməliyik, bu günləri elə Orta Asiyada əməkdaşlıq etməliyik. Mən düşünürəm, Azərbaycanda da elə şəxslər vardır ki, fikirləşir ki, biz Qərbə yox, Orta Asiyaya inteqrasiya etməliyik. Baxın, bu günləri Orta Asiya özü Qərbə inteqrasiya edir, Amerikaya inteqrasiya edir. Amerikanın xüsusi texnikalarından söhbət gedir burada. İqtisadi əməkdaşlıqdan söhbət gedir və Amerikanın ən yüksək texnologiyasının bugün Orta Asiyada sərmayə kimi qoyulmasına söhbət gedir ki, bugün mən deyərdim ki, artıq Amerika öz sərhədlərini Çinlə, Rusiya ilə bir yerdə qoya bildi və bütün Türkistan dövlətlərini təbrik edirəm. Bu Azərbaycan üçün də müstəsna xeyri olan bir məsələdir və ən vacib olan məsələlərdən biri isə Orta Asiya ölkələri də İbrahim sazişinə qoşulmağı razılaşdılar. İbrahim sazişinə Azərbaycan demək olar ki, qoşulmuş vəziyyətdədir. Çünki bizim İbrahim sazişi ilə bir problemimiz yoxdur. Mən xatırlayırsınızsa Çin və Hindistan barəsində bir neçə videomda bildirmişəm ki, baxın, onlar qeyri-müsəlman və bizdən ayrı bir mədəniyyətə malikdirlər. Biz İbrahim sazişi ilə birləşə bilərik. İbrahim sazişi xristiyanların da, müsəlmanların da, Yahudilərin də ortaq memarıdır, ortaq rəhbəridir və ortaq peyğəmbəridir. Bu bizi birləşdirən dəyərdir. Biz səmavi dinlərdə olan milləti və ona görə də bizim ittifaqımız bir yerdə olmalıdır ki, sabah bizi Çin və Hindistan, necə deyərlər, ekspansiyası altında qalmayaq, əzilməyək. Nəyin bahasına olursa olsun, biz Avropa ilə eyni mədəniyyətə maliki, eyni dinə maliki. Həmişə demişəm, biz hamımız müsəlmanıq, tək Allaha iman gətirənlər müsəlmandırlar və tək Allaha iman gətirməyin ən gözəl simvolu da İbrahimdir. Məhz Orta Asiya ölkələrinin də İbrahim sazişi ilə qoşulması. Xatırlısı mən deyirdim ki, Azərbaycan Amerika ilə deməli təhlükəsizlik xartiyası imzalayıb. Biz İsraillə, Amerika ilə birlikdə hərbi doktrinaya girməli. Amma bugün İbrahim sazişi ilə əslində qalsa bütün Türkistan da buna qoşulmuş olacaq ki, biz birlikdə həm Turan olaraq, həm də Avropa Birliyi içində olaraq bir mədəniyyət formalaşdırmış olaraq ki, bu bizim gələcəyimiz üçün də, bugünümüz üçün də, təhlükəsizliyimiz üçün də çox xeyirlidir. Mən təbrik edirəm Orta Asiya xalqlarına. Təşəkkür edirəm.